Tam düşünə bilən təbəqə, axşamınız xeyir olsun. Mənim bir çox yeniyetmə dostlarım, gənc ailə qurmuş dostlarım var. Çoxdan bu fikir yetişib beynimdə. Yəni, mənim əlimdə olsa, onlara igidliyə, qəhrəmanlığa görə medal verərəm. Çünki indi bu insanlara, gənclərə, yeni ailə qurmuşlara qorxma, qorxma deyən yoxdur. Başa salan yoxdur. Hər şeyin yaxşı olacağına, yerli yerində olacağına ümid verən bir insan yox. Özləri də, məsələn, birimə, uşaqlığımdan gedib girirdim özümdən yaşda böyüklərin ağzının içinə. Onlardan neysə öyrənməyə çalışırdım. Onlar da tənbəllik eləmirdilər, başa salırdılar, deyirdilər belə olacaq, elə olacaq. Hətta Targovuda, Jekdə kaçakar işləyəndə belə professor küçədə mənə yaxınlaşırdı. Deyirdi ki, sigaret çəkmə, alkoqol qəbul etmə, qumar oynama, hər şeyin olacaq. Mən də sənin kimi rayondan gəlmiş bir insanam, indi Bakının mərkəzində yaşayıram. Yəni, bu sözləri eşidirdim mən 17-18 yaşım olanda. İndi buradan üzümü tuturam yeni yetmələrə, gənclərə, yeni ailə qurmuş insanlara. İnşallah hər şey həyatınızda yaxşı olacaq. Bezikməyin, depresiya düşməyin. Ələxsus yeni ailə qurmuşlar, 1 il, 2 il, 3 il, 5 il ailə həyatı yaşamısınızsa, igidsizsiz, qəhrəmansınız. Lev Tolstoy demişkən, ailə həyatı, bircə həyat, qarşılıqlı kompromisdir. Demək, siz qarşı tərəfi başa düşüb yola gedə bilirsiniz. Kompromisə gedə bilirsiniz. Yəni, bu yolunuzdan sapmayın, azmayın, bezməyin, maddi problemlər sizi çaşdırmasın. Niyə görə bu haqda danışıram, ürəklə danışıram, vicdanla danışıram? Baxırsan ki, bugün evlənirlər, sabah boşandılar, 1 aydan sonra boşandılar, 2 aydan sonra boşandılar. Bunlarla danışıb, o pərdəni götürüb ünsiyyət saxlayan birisi yox. Bu gənclər, qalanlar da öz güclərinə, indi ola bilsin kiminsə ətrafında bir çayaq saqqal var, mütəmadi danışır, başa salır. O içərilərindən güclüləri var, var olasınız, Allah canımıza dəyməsin. Yəni, bezməyin, usanmayın. Bu qədər.